2025-ci il yanvarın 1-nə olan məlumata görə Gürcüstanın əhalisi 3.704.500 nəfər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.900 nəfər çoxdur. Artım müsbət miqrasiya saldosu 14.386 nəfər hesabına baş verib. Çünki 2024-cü ildə mənfi təbii artım 4.488 nəfər qeydə alınıb. Əhalinin 61,5%-i şəhərlərdə yaşayır. Tbilisi sakinləri isə ümumi əhalinin 1/3-dən çoxunu təşkil edir. Kişilərin sayı 1.774.000, qadınların sayı isə 1.920.000 nəfərdir. Əhalinin 48%-i kişi, 52%-i isə qadındır. 40 yaşa qədər kişilərin sayı çox olsa da, bu yaşdan sonra qadınlar üstünlük təşkil edir. Bu, qadınların daha uzun ömür sürməsi ilə bağlıdır. 2024-cü ildə immigrantların sayı 121.425 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 50,5% azdır. İmmigrantların sayı isə 34% azalıb və 135.811 nəfər təşkil edib. Həmin dövrdə immigrantların 85,6%-i, emigrantların isə 85,8%-i əmək qabiliyyətli yaşda olan əhalidir. Yəni 15-64 yaş arası.